dəqiqə. Danışan hal-hazırda kimdir? Yəni zonda adı yazılmayıb deyə bilmirəm. Aynur. Aynur xanım. Məktəbə qədər təhsil nə deməkdir? Tərifi yadımdan çıxdı hal-hazırda. Məktəbə qədər təhsil, məktəbə qədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq, vərdişlərin mənimsənməsi prosesi və onun nəticəsidir. Su şəkildə də deyə bilərik ki, ilkin bilik, bacarıq, vərdişlərin mənimsənməsi prosesi və onun Mənimsənməsi prosesi. Ay, sağ ol. Təhsil qanunu neçənci maddədədir? Birinci. Yox, maddəsi. Maddəsi Ha? Məsələn, 92 mi, 93 mü, 94 mü? 94. Ay, 94. ay sağ olun, düzdür. Məktəbə qədər təhsil neçə yaşları əhatə edir? Qrupları soruşursunuz, kiçik, orta. Yox, ümumiyyətcə, yəni neçə yaş aralığında olan uşaqlar bağçada fəaliyyət göstərə bilər? 2-6 deyəsən. 1 yaş, yəni qayda olaraq belə qəbul olunub ki, məktəbə qədər təhsil dönəmi 1-6 yaş əhatə edir, amma məktəbə hazırlıq özü neçə yaşdır? Məktəbə hazırlıq Aha, 5-6. 5-6 düzdür. Yaxşı, inklüziv təhsil nədir? İnklüziv təhsil dinindən, irqindən, maddiyatından asılı olmayaraq hər bir Aha, şagirdin, uşağın birgə təhsil alma haqqının olmasıdır. ay sağ olun. Həm də əlavə eləyə bilərik ki, sağlamlıq cəhətdən məhdud olan uşaqlarla sağlamlığında problem olmayan uşaqların birgə təhsil alması inklüziv təhsil adlanır. Yaxşı, siz mənə deyin, innovasiya nə deməkdir? İnnovasiya Bəli, yadımdan çıxdı. kömək eləyərəm, problem deyil. Yenilik deməkdir, baş verən yeniliklər. Yəni qısa şərti belə qeyd olunur ki, yenilik mənası ifadə edir. Bəli, doğrudur. Burada da qeyd olunubdur, yenilik deməkdir. Bəs yaxşı, tərbiyəçi müəllim kimdir, Aynur xanım? Tərbiyəçi müəllim uşağın tərbiyəsi ilə, təhsili ilə məşğul olan, onu bilik və bacarıqlara yönləndirən şəxsə deyilir. Aha, tərbiyəçi müəllim tək ali təhsilli olmalıdır, yoxsa həm orta Orta və ixtisaslı? ali təhsil. Ay, sağ olun, düzdür. Bəs məktəbə qədər təlimi hansı sözlə ifadə eləyərdiniz? Təhsil və təlimin fərqini. Təhsil təlimə baxanda daha geniş yayılıb, daha yəni Məsələn, səriştə nə deməkdir ümumiyyətcə məktəbə qədər təlimdə səriştə? səriştə uşağın bacarıqları, məsələn, uşaqda olan hansısa bir özəlliyi müəllim Hı, tapır, ortaya çıxarır səriştəni. bəli, Birində şəkil çəkmə qabiliyyəti ola bilər, birində nə bilim əl bacarığı falan. bəli, kreativlik ola bilər, müstəqil öyrənmə, Hı -hı. problem həll etmə. Bunların hər biri səriştələrə daxildir, doğrudur. Bəs yaxşı, metodist kimdir? Metodist. Metodist. Təlim tətbiq işlərinə rəhbərlik edən şəxs metodist adlanır. Bəs defektolog Bəli. kimdir? Defektoloq uşağın səhhətində hər hansı bir problem olarsa, Bəli, onlarla sağlamlığında. maraqlanan şəxs, sağlamlığında məhdudiyyətlər olan uşaqlarla işləyən müəllimlərə yox, yəni işçilərə deyilir. Defekt. Doğrudur. Bəs dayə kimdir? Uşağın qulluğunda duran, onu məsələn yemək verən Hı, falan, bəli, doğrudur. qulluq edən şəxsə dayə Hı deyilir. hı.
Bəli. Bəs loqoped kimdir, Aynur xanım? Nitq qüsuru olan uşaqlarla məşğul olan şəxs. Doğrudur. İcma əsaslı təlim qrupu nədir? Valideynlərin və uşaqların xüsusi istəkləri olarsa, yəni bağçadan kənar özəl olaraq da öz Ehtiyacı istəkləri, olan. Bəli. ehtiyacı olarsa, o zaman onların yönləndiyi qrupa icma əsaslı qrup deyilir. Doğrudur. Qruplar yaradılır, xüsusi qruplar. Ay sağ olun, düzdür. Qanuni nümayəndələr kimlərdir? Nümayəndələri müəllimlər, uşaqlar. Aha, doğrudur. Təhsil proqramı kurikulum nədir? Kurikulum əvvəllər elə olardı ki, dərslər ənənəvi şəkildə keçirilərdi və o zaman əsasən müəllimlərin istəkləri nəzərdə tutulardı, amma kurikulum proqramında isə daha çox uşaqların istəkləri nəzərdə tutulur, Bəli, onların şəxsi, yəni bəli. bacarıqları falan önə çıxarılır. Düzdür. Təhsilin, təlimin məqsəd, məzmununu, hər birinin inkişaf nəticələrini qiymətləndirməsini özündə birləşdirən konsept sənəd hesab olunur. Əla, yaxşı deyə bilərsinizmi ki, təhsilin neçə formaları var? 3. Formal, informal, qeyri-formal. Formal təhsil nədir? Formal təhsil sonda bir sənədlə, diplomla nəticələnən təhsilə deyilir. Hı -hı. Məsələn, hansıları götürə bilərik biz formal təhsil kimi? Ali təhsil misal üçün. Ali təhsildə məsələn aldığımız diplom, subakalavr diplomları, daha sonra şəhadətnamə, attestat, dövlət tərəfindən verilən sənədlər formal hesab olunur. Bəs qeyri-formal Məsəl üçün kurslar falan bunlar özəl kurslar olaraq açılan yerlər. alınan sənədlər. Bəli, məsələn, kompüter kursuna gedir və ya dil Tip kursuna kursu, bəli. Aha, doğru. Bəs informal nədir? informalı desən yadımda deyil qaliba. İnformal, yəni özünü təhsil yolu ilə biliklərə yiyələnmək deməkdir. İnformal təhsil. Aha, yaxşı, Aynur xanım. Distant təhsil nədir? Məsafədən, uzaq məsafədən olan təhsil. Hər hansı Aha, bir səbəbdən dolayı. bəli, məsələn, təhsil alanla təhsil verənin eyni məkanda olmasını gərəkdirməyən təhsil alma forması distant təhsil, Distant təhsildir. bəli, hesab olunur. Başqa hansı təhsil alma formaları var? Əyani, qiyabi, sonra evdə və fərdi təhsil, Bəli, distant eks təhsil, sonra eksternal, eksperimental stasionar, təhsil. Aha. doğru. Stasionar təhsil nədir? Məsələn, 21 gün əgər təhsildən kənarda qalıbsa, Hər təs hansı bir səbəbdən xəstəxana şəraitində olunan təhsil alma forması olacaq stasionar. Bəs eksternal təhsil nədir? Eksternal təhsil, məsələn, əgər təhsilini dondurubsa, daha sonra gəlir tutaq ki, attestat almaq istəyir, imtahan verir. Baxın, bunların hər biri eksternal təhsil adlanır. Yaxşı. Təhsil prosesinin iştirakçıları kimlərdir? müəllimlər, uşaqlar, valideynlər, Hı -hı. Qanuni sonra nümayəndələr, bəli. Məktəbəqədər təhsilin məqsəd və məzmunu nədən ibarətdir? məqsəd və məzmunu uşaqların ə, istəklərinin məhdudlaşdırılmadan həyata keçirilməsi, onlara təhsil verilməsi, uşaqların bilik və bacarıqlarını ortaya çıxarmaq, Cəmiyyətə sosial uyğunlaşma, sosial uyğunlaşma, kollektiv daxilində birgə fəaliyyət,
Ay sağ olun. Bunların hər biri məktəbə qədər təhsilin məzmunudur. Bəs Sərbəst uşaqlar, fikir yürütmələr. e, bəs uşaqların hansı hüquqları var Aynur xanım? Sağlamlıqlarına zərər gəlmədən təhsil alma, sağlam psixoloji mühitin yaradılması, birgə təhsil alma. Məsələn, biz burada qeyd edirik ki, uşaqların hüququ deyəndə daha çox, məsələn, mühitdə sağlam böyümələridir, fiziki cəhətdən onların inkişafıdır, fiziki, psixoloji zorakılıq hallarından qorunmaqdır. Burada nəzərdə tutulan nədir sizcə? Fiziki, psixoloji zorakılıq hallarından qorumaq. Həm fiziki şiddət, həm də psixoloji şiddətin qarşısının alınması, yəni uşaqlara heç bir halda zərər yetirilməməsi, istər sözlə, istər davranışla. Ay, sağ olun, düzdür. Bəs uşaqların qidası niyə görə hüquq götürülür? Çünki sağlam qidalanmalıdırlar. Ona nəzarət ciddi şəkildə olunmalıdır. Ay, sağ olun, düzdür. Bəs tərbiyəçilərin hansı hüquqları var? Tərbiyəçilərin mükafatlandırılmaq hüquqları var. Daha sonra onların da həmçinin sosial, psixoloji mühitinin normal olması lazımdır. Hı? Şərəf, ləyaqətinə, hörmətlə yanaşılmalıdır. Daha sonra, məsələn, Eynən sektor olmamalıdır. mükafatlandırılmalı və təltif olunmalı. Nə deməkdir? Mükafatlandırılmaq və təltif olunmaq. Nə deməkdir? Yəni bir yaxşı müəllim yaxşı olaraq dəyərləndirilməlidir. Onlara motivasiya olsun deyə vaxtı-vaxtında, yəni mükafat verilməlidir də. Söhbət hədiyyədən falan da getmir sadəcə olaraq. Aha, bəli, nəsə bir sertifikat Olmalı. ola bilər, təşəkkürnamə ola bilər. Bunların hər biri təbii ki, tərbiyəçiyə verilməlidir, mükafatlandırılmalı və təltif olunmalıdır. Bəs metod vasitələri sərbəst seçmək nə deməkdir? Hər bir müəllimin öyrətmə üsulu var və hər bir şəxsin başa salma üsulu da fərqlidir. Yəni ona görə də sərbəst halda öyrətmə üsulunu seçə bilər məncə hər bir müəllim. Ay, sağ ol, düzdür. Bəs yaxşı, tərbiyəçi müəllim, məsələn, orada qeyd etdik ki, mükafatlandırılmalıdır, təltif olunmalıdır, şərəf, ləyaqətinə, hörmətlə yanaşılmalıdır, dövlət siyasətində həyata keçirilməsi. Bəs vəzifələri nələrdir? Vəzifələri attestasiya, sertifikasiya imtahanlarında iştirak eləmək, Hı hı. daha sonra İxtisasını uşaqlar artırmaq. hər bir uşağa ixtisasını artırmaq, öz üzərində işləmək, hər bir uşağa sağlam psixoloji mühit yaratmaq, onlara təlim və tərbiyə vermək, uşaqların tərbiyəsi ilə, təlimi ilə, sosiallaşması ilə məşğul olmaq, Düzdür. hər bir uşağa düzgün yanaşmaq, fərdi yanaşmaq. Ay, sağ ol. Əla, düzdür. Yəni, ümumi olaraq vəzifəsi uşaqları zorakılıq hallarından qoruyur, mükafatlandırılır, təltif olunur. Bu hüquqdur daha doğrusu. Vəzifəsi isə sertifikasiyadan, attestasiyadan keçməkdir və bir də uşaqları azərbaycançılıq ruhunda, vətənpərvərlik ruhda böyütməlidir. Bir də son olaraq Milli ruhda böyütməlidir. bəli, son olaraq zəhmət olmasa deyə bilərsiniz, hansı qruplar olur bağçada? Kiçik qrup olur, orta qrup, böyük qrup. İlk kiçik qrup 1-2 yaşı əhatə eləyir. İkinci kiçik qrup 2-3 yaş. Üçüncü 3-4 yaş. Orta qrup 4-5 yaş. Məktəbə hazırlıq qrupu isə 5-6 yaş. Orta qrup 3-4, böyük qrup isə 4-5 yaş, məktəbə hazırlıq 4-5, 5-6 yaş. məktəbə hazırlıq 5-6 yaş. Ay, sağ olun, əla. Ümumi olaraq cavablarınızdan razı qaldım. Bir balaca zəifliyiniz məktəbə qədər təhsilin qaydasını deyəndə biraz çətinlik çəkdiniz, amma
Bilirəm ki, yəqin ki, testlərdə işləyəndə o qədər də çətin olmur sizə. Çünki ilk dərs Testləri üçün. işlədim, sonra baxdım cavablarına, bir-iki səhvim var idi. Hı hı. Biraz oxumamışdım, çox bir dəfə oxumuşdum işdəydim deyə, Bəli. amma belə normal Hı olaraq hı. sizdən Yenə, eşitdiklərim yadımda. bəli, yenə nəsə çətinliyiniz olsa, lap dərsdən sonra müzakirə qrupu açaram, ya özünüz mənə atarsınız, mən onu sizə izah eləyərəm. Nə idi probleminiz, çətinliyiniz olsa. Mənə sözünüz, sualınız başqa. Başqa heç bir şey. Çox sağ olun, yaxşıdır hər şey. Sizə sağ olun, buyurun. Səsi Deməli, bildim. səsi bağlayın, zəhmət olmasın. Legend 96 yazılan səhv etmirəmsə, Əfsanə xanım sizsiniz, hə? Legend 96. Zəhmət olmasa səsi açın. Səs bağlıdır. Bir dəqiqə. Hı -hı, yaxşı. Neyse yazdım bura. Aha, tamam, yaxşı. Problem yox. Narahat olmayın. Keçək onda dərsimizin izahına. Bir dəqiqə ekran görüntüsünü